Bakının Sabunçu rayonu Ramanı qəsəbəsində dəhşətli qətl hadisəsi baş verib. Hadisə bu gün gecə saat 3 radələrində gördüyünüz bu ünvanda qeydə alınıb. Bu evdə yaşayan 1985-ci il təvəllüdlü Coşqun Bağırov həyat yoldaşı Nübar Bağırovanı xüsusi amansızlıqla qətlə yetirib. Coşqun daha sonra özünü də öldürüb. Hadisə səbəb kimi ilkin ehtimal boşanma göstərilir. Ayrılmışlar onlar? Yox, ayrılmamışlar, bir yerdəydiler. Necə ailə idilər ümumiyyətlə? Çox gözəl, çox yaxşı. Bəs həbsxanaya nəyə görə düşmüşdü? Onu bilmirəm. Çünki o yoldaş, bunlar 2 ildir burada olurlar. O yoldaşı da çoxdan həbsxanada idi. Onu bilmirəm, yəni. Bəs necə eşitdi? Polislər gələndən sonra bilmişik. Qadın hadisə işləyib eləyirdi. İşləyirdi və amma harda işləməyi bilmirəm. İşləyirdi. Uşaqlar da var 2 dənə. 2 qızı var. Yəni hadisə onların uşaqlarını Yox, qızlar burada olmuyor.